Tərkibində eyni sayda karbon atomu olan CH4 və C3H6 qazları qarışdırılır. Qarışığın orta molyar kütləsini hesablayın. Deməli bizdə CH4 var və C3H8 var və bizə deyir ki, eyni sayda karbonu var. Bunu x, bunu 3x götürsəm karbonlar eyniləşəcək və bu qarışığın orta molyar kütləsini soruşur. M orta bərabər düsturumuz var bizim. M1 nü1 üstəgəl M2 nü2 nü1 üstəgəl nü2. O da bərabərdir. Deməli 3x vurulsun 16 metanın emeri. X vurulsun 44 C3H8'in emeri. Aşağıda da olacaq 3x ile x'in cəmi. O da bərabərdir. Buradan neçə eləyəcək? 48x üstəgəl 44x bölünsün 4x. Burada da x'ları 4x'e ixtisar geçsək 12 üstəgəl 11, o da eləyəcək 23. Cavabımız C variantı.